Gələn belə edək. Ancaq ruhanilərin abına aparaq, ancaq ruhaniləri təhqir edək, ancaq ruhanilər haqqını girək, ancaq ruhani haqqı pis söz deyək. Bəs biz bugünkü günə qədər onun haqqına girdik, bunun haqqına girdik, onun qeybətini elədik, bunun qeybətini elədik. Bəs bizim özümüzü düzəltməyə haçan vaxtımız olacaq? Haçan biz özümüzü düzəltəcəyik? Haçan biz əməlli salih bir insan olacaq? Sanki bu insanlar düşünmürlər ki, axirət var, qiyamət var. Gətirdilər sizə bərzəx alimə, dedilər ki, bu ruhanində halallıq. Haqqına girmişsən, qeybətini eləmişsən və s. Və o həmin ruhani, həmin alim, həmin ən azından bir ilahiyyatı sənə sual verəcək ki, niyə mənim haqqıma girdi? Səbəb nə oldu? Niyə mənim haqqımda artıq eski danışdın? Niyə mənim haqqımda artıq söz dedin? Bana tutulduğuna nə cavab verəcəksən? Deyəcəksən ki, bilmədim, yalan danışacaqsan. Deyəcəksən ki, bilirdim, niyə etdin? Siz özünüzü düzəltməkdən başqa sizin çarəniz yoxdur. Siz özünüzü islah edin. Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin, xanım Zeynəbin, İmam Hüseynin, imamlarımızı gətirdiyi dini niyə belə parçalayırsınız? Mənim bu maraqlıdır. Niyə bunu tapdaq altına atırsınız? Nədir sizin probleminiz bu ruhanilərlə? Nə veriblər olaraq siz onlardan ala bilmirsiniz? Qutarın da bu söhbətləri də. Hətta nə qədər Azərbaycanda ruhani davası gedəcək. Hətta nə qədər Azərbaycanın bu söhbəti qutarılmayacaq. Yenə də deyirəm, bizə qırağın düşmən lazım deyil. Bizim düşmənimiz içimizdədir. Öz-özümüzü parçalayırıq. Tamam da başa düşdü ki, bəzi ruhanilər satılıblar, saray ruhaniləridir və s. Başa düşdü bunları, saray xidmət eləyirlər. Pəs o bursları nə olub? O bursları niyə bəyənmirsiniz? Ola ki, saray xidmət eləmirlər. Sizin məsələniz pul məsələsi deyil. Sizin məsələniz din məsələsi. Siz İslamı parçalamaq istəyirsiniz. Bəli, İslam parçalamaq.